Uşaqlar, deməli biz keçən səfər düz xətli bərabər sürətli hərəkəti keçmişdik və dim test toplusuna onun testlərini vermişdik. Buyurun, xüsusilə də onlaynda gələn şagirdlərimiz sırf nə sualınız var? Yoxlamısınız da inşallah yazmısınız və yoxlamısınız. Buyurun suallarınızı verin. Birdən başlayaraq nə sualınız var? Bir. Bir elə. Maşallah. Yerdəyişmənin zamana görə dəyişmə yeynini xarakterizə edən fiziki kəmiyyət. Bax, yerdəyişmənin zamana görə dəyişdiyini göstərən kəmiyyət nədir? Yəni sürətdir. Biz sürətə belə deyirik də, V bərabərdir S bölünsün T. Bax, müəyyən zamanda baş verən yerdəyişmə nəyi ortaya çıxarır? Sürəti. Demək ki, yerdəyişmə varsa, nə ortaya çıxır? Sürət. Belə deyirik ki, yerdəyişmənin zamana görə, bax, yerdəyişmə var, bir də zaman anlayışı var. Zamana görə dəyişdiyini, dəyişmə yeynini göstərən kəmiyyətin adı nədir? Sürət deyəcək. Aydındır? Sonra biraz sürətlənin. 58 mi? Neçə? 58. Hə. Mən gələn səfər deyəcəm, əvvəlcədən nömrələri atın qrupa. 58-ə kimin nə var? 58-ə kimin nə var? 21. 21 var müəllim, 21. 20-yə kimi var uşaqlar. 21. 20-yə kimi. Müşahidəyə başlayandan sonra hansı zaman anda və yaxud da anlarında görüşmüşdür? Uşaqlar, burada deməli siz görürsünüz ki, ədəd oxudu. Normalda vərdiş almışsınız ki, siz x oxunu belə çəkəsiniz. Fikir verirsiniz uşaqlar, x oxunun nəyi olurdu? 0 olurdu. Sıfırdan sol tərəf deyək ki, mənfi olurdu. Sağ tərəf isə müsbət olur. İndi görürsünüz, iki dənə cismin trayektoriyası verilib, hərəkət trayektoriyası. Biri belədir, biri də bu şəkildədir. Biri fikir verirsiniz, 2-dən hərəkət edir, gəlir bu şəkildə. Bir də 4 və 5 arasında hərəkət edir belə. Deyir ki, hansı zaman anında görüşüblər? Bunlar bir 4-cü koordinatda görüşüblər. Bir də fikir verirsiniz, 2-ci koordinatda görüşüblər. Sizdən sorsaydılar ki, harda görüşüblər, hansı koordinatda? 4 və 2 deyərdiniz. Amma sizdən soruşulan nədir? Zamandır. Zaman, bəs 4 və 2-yə uyğun zaman nədir uşaqlar? Fikir verirsiniz, 1, zaman oxuma baxırıq, bir də nədir? 5-dir. Deməli, 1-ci və 5-ci saniyə anlarında nə etmişlər? Görüşmüşlər. X oxu üzrə düz xətli bərabər sürətli hərəkətdə cismin sürətinin presis hansı ifadə ilə təyin olunur? Siz bilirsiniz ki, sürəti təyin etmək üçün düsturumuz V nəyə bərabər idi? S bölünsün T idi. V nəyə bərabər idi? S bölünsün T idi. İndi şagirdlər, V əgər S böl T idisə, V S böl T idisə, siz S-i nə cür tapırdınız? Xatırlayırsınız, X oxumuz var idi. Bu bizim X0 başlanğıc koordinatımız, bu da onun son koordinatı. Məsəl üçün, x0 2-dirsə, son koordinat da 8-dirsə, gedilən yol haqqında nə deyirdiniz? 6 metr. Nə cür tapırdınız? Son koordinatdan başlanğıc koordinatı çıxırdınız. Yəni 8-dən 2-ni çıxıb 6 metr alırdınız. Uzun sözün qısası, yolun yerinə siz həm də nə yaza bilərsiniz? X çıx x0 yaza bilərsinizmi? Böl T. Demək ki, sürətin həm də düsturu nədir? X çıx x0 bölünsün T. Aydındır, uşaqlar? Yəni bizim üçün buradan deyir ki, sürəti tap deyir. Yəni preiksə sözlər falan oralarına çox da hərəkət fikir verməyin. İnşallah yavaş-yavaş onun tam mahiyyətini başa düşəcək hissəsində giriş dərsə keçmiş. Və S böl T-dir. S-i tapmaq üçün, yəni gedilən yolu tapmaq üçün son koordinatdan başlanğıc koordinatı çıxırıq. S-in yerinə x çıx x0 yazanda x çıx x0 böl T şəklinə gəlmiş olur düsturumuz. Buyurun sonra uşaqlar. Bütün soruları 65. neçə? 36. 25. 21. 20 neçə? 25. Gəlin belə eləyək də uşaqlar. Gəlin belə eləyək. Qarışmasın aləm bir-birinə. Mən onlayn fizika qrupunun mesajı açıram. Kənar heç zad yazmayın. Ancaq kimin nə sualı varsa, sualın nömrəsini yazsın. Mən mesajları açım. Şifrələmə media görünməsi, yox onun üçün. Mesajlara icazə, qrup icazələri. Mesaj göndərmək, hər kəs göndərə bilər. Zəhmət olmasa nömrə yazın, mən qrupu izləyirəm. Buyurun, qrupa yazın nömrəsini. 25. Hər kəs yazsın suallarını, mən bir-bir baxacam qrupdan. Zəhmət olmasa. Əla.
Kimin nə sualı varsa qrupa yazsın, sadəcə nömrəni yazın və mən başlayım bütün nömrələri işləməyə. 13-dən başlayırıq. Deməli, 13-cü sualda deyir ki, 4 saniyədə getdiyi yolu hesablayın. S nəyə bərabərdir? V vur T-yə. Sürətə bax burada. V nəyə bərabərdir? V 5-ə bərabərdir. T nəyə bərabərdir? Görürsün də sürət oxu. T də ki 4-ə bərabərdir. 5 vur 4 nə olacaq? 20. Yəni burada cavab 20 olmuş olardı. Sonra 11. 11'ə baxaq. Sürət zaman qrafikini soruşur bərabər sürətli hərəkəti üçün. Biz demişdik ki, sürət sabit qalırdı. Bərabər sürətli hərəkətdə V-nin T-dən asılığında sürət nə qalması lazım idi? Sabit qalması lazım idi. Adı üstündə də bərabər sürətli hərəkət. Yəni sürət nə artmayıb, nə də azalmayıb. Bərabərdir də. Bərabər sürətli hərəkət, sürət zaman qrafiki bu şəkildə olardı. İndi 17-ci suala baxaq. Növbəti sual 17-dir. 17-ci suala baxaq. Deyir ki, 3-cü saniyənin sonunda nöqtələr arasındakı məsafəni göstərin. Siz burada görürsünüz ki, şagirdlər, görürsünüz ki, X oxudur. X oxunu siz vərdiş almısınız, belə çəkəsiz. Görürsünüz, biri ondan hərəkət eləyib hara gəlib? Fikir verirsiniz, hara gəlib? 25-ə. Ondan hərəkət eləyib hara gəlib? 25-ə. Bir də elə 25-də qalıb, nə 26-ya qalxmayıb, nə 24-ə düşməyib. Yəni bunlar 3-cü saniyədə hər ikisi də harda olublar? 25-də. 25-də olubsa hər ikisi aralarındakı məsafə nə olub? 0 olub. Mənim şagirdlərimə belə deyirəm ki, baxın uşaqlar, 0 buradır, deyək ki, bu bir 25 mərtəbəli binadır. Biri ondan 25-ə gəlib, biri də 25-də olduğu kimi durub. Hər ikisi də 25-ci mərtəbədirsə 3-cü saniyədə. Onlar arasındakı mərtəbə fərqi nə olacaq? 0 olmuş olacaq deyirik. Sonra deməli baxaq 30 25 yerdəyişmənin soruşur bizdən. Yəni yenə deyirəm proyeksiya falan sözünü çaşdırmayın özünüzü. Yerdəyişməni soruşur da. Yerdəyişmənin düsturu nədir? VT. Sadəcə buradakı indeksdəki x onun x oxu üzrə sürətinin proyeksiyasının tapıldığını göstərir. Yəni VT şəklində nə olunur? Tapılmış olur. 32 Bizdə V1-in V2-yə nisbəti soruşulur. V1-in V2-yə nisbətini tapmaq üçün nə edəcəyik uşaqlar? V1-in V2-yə nisbətini tapmaq üçün əlbəttə ki, durub V1 bölü V2 düsturunda V nəyə bərabərdir uşaqlar? Bərabər sürətli hərəkət üçün S bölü T-dir. V1-in yerinə S1 bölü T1, V2-nin yerinə isə S2 bölünsün T2 yazacaqsınız. Kəsri kəsrə böləndə tərsinə vurursunuz. S1 bölü T1 olduğu kimi saxlayıb S2 bölü T2-ni tərs çevirib vurursunuz. Yəni T2 bölü S2 yazırsınız. İndi fikir verirsiniz. Bura S-dir, gedilən yol, bu da ki zamandır. Siz burada həm birinci cismi üçün, həm ikinci cismi üçün S1 və S2 üçün nə deyə bilərsiniz? 20-dir. Çünki birinci cismin də S-i 20-dir, ikinci cismin də S-i 20-dir. Amma birinci cismin T-si, T1-imiz 5-dir, T2-miz neçədir? 10-dur. T2-miz S1, S2-yə bərabərdir. Bunlar ixtisar edəcək. T2-miz 10-dur, T1-imiz 5-dir. Nisbət bizi nəyə verəcək? Əlbəttə ki, 2-ni vermiş olacaq. Bu belə. Ümid edirəm ki, ya yazırsınız, ya da ki, ekran qeydi götürürsünüz. Yəni, print screen edin, sonra suallara yenə də baxarsınız. 32, 35. 35. Hansı cismin yerdəyişməsi ən böyükdür, deyir. Deməli, siz bilirsiniz ki, koordinat tənliyimiz belə olur da, x bərabərdir, x0 üstü gəlsin VT. Bu VT-nin yerində nə var idi? S. Biz S-i VT kimi açmışıq da, elə deyil. Əgər eyni zaman müddətindən söhbət gedirsə, yəni zaman eynidirsə, yerdəyişmə, hansı ki, burada biz əslində yerdəyişmə yazmalıyıq. Yerdəyişmə nə zaman böyük olar?
ən böyük olar. Əlbəttə sürət ən böyük olurdu. Siz görürsünüz ki, burada sürət 3-dür, burada sürət 2-dir, burada sürət 6-dır, burada 1 var qabağında, burada 4-dür. Demək ki, yerdəyişmə nə zaman böyük olur? Sürət ən böyük olurdu. Buna uyğun bənd də hansıdır? B variantıdır deyirsiniz. Sonra 40, 33 dediniz, 35, 34, 35, 34. Sürətinin x9 üzrə presiyasını təyin edin deyir. Sürəti tapın deyir. V nəyə bərabərdir? S böl T-yə bərabərdir. S-i biz nə cür yazarıq? X çıx x0 böl T kimi. Siz bayaqları bunun səbəbini dedik. Açlıq dərsdə izah elədik. Deməli, burada siz görürsünüz də başlanğıc koordinatımız x0-ımız 4-dür. Sonuncu koordinatımız nədir? 16-dır. X-in yerinə 16, x0-ın yerinə 4 yazsaq, bölsək zamana, yəni 4-ə, 12 böl 4 bizim üçün nəyi verəcək? 3 metr böl saniyəni vermiş olacaq. Yəni, V S böl T-dir. Görürsünüz, buradakı YS, yəni gedilən yol 4-dən hara gəlib uşaqlar? 16-ya. Onda gedilən yol nəyə bərabərdir? 12-yə bərabərdir. 12 böl 3 olmuş olur. 34, 35. Eyni zaman Bəli. bəli, Zəhmət olmasa 36-nı da başa salarsınız da. Mən 8 yazmışam. 36-nı izah edərəm. 36 dediniz? Bəli. Aha, 36-ya baxaq. Yer dəyişmə ən kiçikdir deyir. Yəni deyirəm, x nəyə bərabərdir? X0 üstə gəlsin VT-yə. Siz görürsünüz ki, uşaqlar, koordinat tənliyində, məsəl üçün burada yazsaq, x0 tək olandır və T-nin qabağındakı nəyə bərabərdir? V-yə. Eyni zaman deyir, T-yə görə müqayisə etmirik. Nəyə görə müqayisə etməmiz lazımdır? Sürətə. Ən kiçik nə zaman olar yer dəyişmə eyni zaman müddətində? Əlbəttə ki, sürət kiçik olduqda. Çünki normalda biz dedik ki, bayaq, x0 üstə gəl s-dir. S də VT-yə bərabərdir. Zaman eynidirsə, ən kiçik nə zaman olar? Sürət ən kiçik olduqda. Burada sürət görürsünüz 1-dir. Burada mənfi 2-dir. Burada 6-dır. Burada 3-dür. Burada mənfi 4. Əlbəttə, modulundan söhbət getdiyinə görə mənfi məsələsinə diqqət etmirik ümumiyyətlə. Burada da ən kiçik buna görə sürət bunun qarşısındakı 1-dir. Çünki 2, 6, 3, 4. Ona görə sürət ən kiçik olanda yer dəyişmə də nə olar? Ən kiçik olar. Aydındır? Yazmışam müəllim. Sadəcə səhv baxdım. Çox sağ ol. Sorun olsun. 45 deyir, 45'e kimi varmı? 41, 45. Biraz sürətlənək. 41 41 nədir? 10 saniyə müddət getdiyi yolda nə qədər çoxdur? 30 saniyə getdiyi yol, 10 saniyə getdiyi yol. Heç bir şey. Burada 30 saniyə getdiyi yolu tapmaq üçün VT düsturuna görə birinci hal üçün, yəni birinci hal bu qəbul edir. T-ni yerinə 30 qoysaq, V-miz nəyə bərabər? 4-ə. 30-u 4-ə vursaq 120 almış olacaq. İkinci halda müddəti 10 qəbul edək. Onda VT düsturuna görə V1 burada T2 yazacaq. V-ni yenə də 4 qoysaq, T2-nin yerinə 10 qoysaq 40 gedəcək. Deyir ki, nə qədər çoxdur? Əlbəttə ki, 40 120-dən nə qədər çoxdur? 80 metr çoxdur deyəcək. Sonra 41, 45. Deyir ki, 6 saniyə ərzində getdiyi yolu hesablayın deyir. 6 saniyədə getdiyi yolu. Fikir verirsiniz, bu ədəd oxudu, uşaqlar. Ədəd oxudu. Bildiyiniz x oxudu. Normalda siz vərdiş almışsınız, x oxunu belə çəkəsiniz. X oxundan görürsünüz, siz uşaqlar sıfırdan hara gəlib? Fikir verirsiniz, sıfırdan bu hara gəlib? 10-a. Sıfırdan 10-a gəlibsə, sizdən də yolu soruşursa, sıfırdan 10-a gələndə getdiyi yol nə qədərdir? 10 metr. Sonra nə edib şagirdlər? Ondan 6-ya gəlməyib. Bu zaman oxudu, diqqət eləyin. 6 saniyə ərzində 0-dan 10-a gəlib, sonra da təkrar ondan hara qayıdıb? Bunun üçün ədəd oxuna baxaq, hara qayıdıb? 0-a qayıdıb. 0-dan 10-a gəlib, sonra təkrar 0-a qayıdıb. Demək ki, onda getdiyi yol nə qədərdir? 20. 10 sağa gedib, 10 sola gedib. 20 metr. Yer dəyişməsi nə qədərdir desə, yer dəyişmə soruşsaydı
yer dəyişmə 0 olacaqdı. Niyə? Çünki başladığı nöqtəyə geri dönüb. Yer dəyişmə 0 olacaqdı. Məsələn, 46-da 6 saniyə ərzində getdiyi yolu hesablayın deyir. Siz görürsüz, bəzən şagirdlər 0 və yaxud da -20 fikirləşir. Xeyr, yol mənfi olmur. Bu koordinatdır, yer dəyişmədir. İndi uşaqlar, gördüyünüz kimi sıfırdan nə edib? Sıfırdan. Bu dəfə x oxunun əksinə 20 metr gedib, yəni -20-yə gəlib, sonra təkrar sıfıra qayıdıb. Belə çıxır ki, nə qədər yol gedəcək? Bu -20-yə gəlib, bir də geri qayıdıb. Neçə metr yol gedəcək? Əlbəttə ki, 40 metr yol getmiş olacaq. 50-yə baxaq. Uşaqlar, 50-yə kimi qalmadı sual. Müəllim. 49 izah edə bilirsiniz Məhəmməd Necə? 49-u izah edə bilərsiniz. Aha, 49'u izahlayacağım. 49'dan əvvəl 47 də var. Dən əvvəl varmı? Uşaqlar. Baxın, bu bizim qızıl qaydalarımızdan biridir şagirdlər. 1-2-3 nöqtələrin bunun zamanla cismin malik olduğu sürətləri hesablayın deyir. Siz ümumiyyətlə yadınızda bunu saxlayın ki, yuxarını aşağıya böləndə biz həmişə nəyə bərabər eləyirik? Tangens alfaya. Fərqi yoxdur. Yuxarıda indi bu biz danışacağıq. İnşallah bir vaxt olanda daha ətraflı açacağam bunlar haqqında danışacağım. Yuxarıda nə verilibsə verilsin, A-dır, B-dir, aşağıda C-dir, Ç-dir falandır, nədirsə, həmişə yuxarıdakını x-i aşağıdakına böləndə şagirdlər siz nəyə bərabərləyin? Tangens alfaya. Bunu qızıl qayda kimi yadınızda saxlayın. Aşağıdakını da yuxarıya böləndə, t-ni də x-a böləndə isə kotangensə. Çünki siz bilirsiniz ki, tangensin tərkibçisi nədir? Bax, əksi demirəm, amma tərsi nədir? Kotangens. Hə, indi uşaqlar, yuxarıda nə var? X. Burada əgər A yazılsaydı, onda yazaqdıq ki, A böl T tangensdir, T böl A kotangens. Fərqi yoxdur da, yəni bu tip yox, buna yox, bu tip bütün məsələlərə aid. Hə, burada x yazılıb, x böl T bizim üçün tangensdir, T böl x isə kotangensdir. Bunu yazırıq qalsın bir kənarda. İndi baxaq bizdən nə soruşur. Bir iki sürətləri müqayisə edin. Sizdə sürətin düsturunu bilirsiniz ki, V nəyə bərabərdir? S böl T-yə. S-i nə cür tapırıq? Bayaq dediyimiz kimi x çıx x0 böl T-yə. Siz fizika kursunda bilməlisiniz ki, bir şeyin dəyişməsini delta ilə işarə edirik. Məsələn, delta V o deməkdir ki, V çıx V0 və yaxud da ki, delta A o deməkdir ki, A çıx A0. Nə bilim, delta B deyirsə, B çıx B0. Yəni B-nin son halından B-nin başlanğıc halını nə edirsiniz? Çıxırsınız. Eyni şəkildə x çıx x0-da nə yaza bilərik? Bir delta x böl T. Yəni x böl T də bizim üçün nə idi? Tangens alfa. Burada belə çıxır ki, sürət elə nəyə bərabərdir? Bu qrafikin tangensinə bərabərdir. Yəni söhbət nədən gedir? Bax, görürsünüz, buradakı bucaq var, və yaxud da ki, buradakı bucaq. Bunun nə ilə bərabərdir? Tangensinə bərabərdir. İndi şagirdlər bu bucağı müqayisə etsək, bir nöqtəsindəki bucağı bir nöqtəsinə çəkək gəlin. Bir nöqtəsindəki bucaq budursa, iki nöqtəsindəki bucağa baxın budur, üç nöqtəsindəki bucaq da budur. 2-3 nöqtəsi üçün bucaq nədir uşaqlar? Eynidir də, amma bir nöqtəsindəki bucağa baxın görün, daha böyükdür. Yəni buradan çəksək onsuz da eyni şey alınır, görəsiz deyə deyirəm. Fikir verirsiniz, buradan bucağı çəksək kiçikdir, buradan çəksək daha böyükdür. Və 2 və 3 nöqtəsində eynidir. Ümumiyyətlə belə. İndi siz nə deyəcəksiniz? 2-3 nöqtəsində bucaq eyni olduğuna görə bucaq da nəyə bərabərdir? Sürətə bərabərdir də. Onda V2, V3-ə nə olacaq? Bərabər olacaq. Amma bir nöqtəsində V1 nə olacaq? Bunlardan böyük olmuş olacaq. Aydındır uşaqlar. Əgər aydın deyilsə, bir daha təkrar izah edeyim. Məsələn, bununla bağlı çalışmalar var. Məsələn, bu çalışma. Fikir verirsiniz yenə də. Burada bizdən nəyi soruşur? Sürətləri. Biz burada nə görürük? Bunda bucaq görürük. Müəllim demişdi ki, yuxarıdakı kəmiyyəti aşağıya bölüb nəyə bərabərləmək lazımdır?
tangens alfaya bərabərləmək lazımdır. Bunu qoyuruq qırağa. Sonra bizdən nə soruşulur? Sürət. Sürət nəyə bərabərdir? S bölünsün T-yə. Biz buradakı S-i necə yazırıq həm də delta x kimi? Çünki S nədir? Koordinat dəyişməsi. X bölü T. X bölü T tangensi isə burada belə çıxır ki, V nəyə bərabərdir? Elə tangens alfaya bərabərdir. Tangens alfaya bərabərdir. V nəyə bərabərdir? Tangens alfaya bərabərdir. İndi şagirdlər, siz baxın, sürət bucağa bərabərdir. Yəni bu bucağın tangensinə bərabər deyirik. Hansı bucaq? 1 nöqtəsi üçün bucaq budur, 2 nöqtəsi üçün bucaq budur, 3 nöqtəsi üçün bucaq budur. Siz nə görürsünüz? Bucaq get-gedə böyüyür. Tangens alfa böyüyürsə, sürət də get-gedə böyüyür demək. Belə çıxır ki, V3 böyükdür V2-dən, o da böyükdür V1-dən. Türkan, aydındır bu test sizə? Bəli, bəli. Əgər aydın deyilsə, açın biraz ya da. Günel, Yani aydındır sizə? zəhmət olmaz. Hə? Bir başlarsa zəhmət olmaz. Olar əlbəttə. Baxın şagirdlər, yenə deyirəm, belə bucaq və burada filan kəmiyyətin müqayisəsi soruşsa, ilk ağlınıza onu gətirin ki, yuxarını aşağıya bölüb, nəyə bərabərləyəcəm? X bölü T nədir? Tangensdir. Əgər sizə T bölü X lazım olsa, kotangens yazacaqsınız. Biz bunu bir çox bölmədə işləyəcəyik. Bundan sonraki çevrədə də işləyəcəyik. Yeri gələndə Newtonla bağlı güvəndə də bunların testləri var. Yəni bu bir bölmənin testi deyil. Bunu çox işləyəcəyik, inşallah yadınızda qalacaq. İndi uşaqlar, belə deyək də, yuxarını aşağıya böləndə tangensə bərabər eləyirik. Burada da bizdən sürət soruşulur və sürəti bilməlisiniz ki, sürət yol bölü zamanı idi. Yolu da biz delta x kimi baxa bilirik. Yəni koordinat dəyişməsi kimi baxa bilirik. Delta x bölü t. X bölü t də nədir bizim üçün? Yuxarı aşağı bölüb nəyə bərabərdir? Tangensə. Belə çıxır ki, buradakı sürət v nəyə bərabərdir elə? Buradakı qrafikdəki alınan bucağın tangensinə bərabər. Tangens əlifbəsi. Buradakı bucaq görürsünüz budur. Buradakı bucaq budur. Buradakı bucaq budur. Get-gedə bucaq nə olur uşaqlar? Bucaq get-gedə kiçilir. Bucaq kiçilirsə, deməli sürət nə olur? Bucaq kiçilirsə, bucaq da sürətə bərabərdir axı. Sürət kiçilir. Ən böyük sürət onda ən böyük bucaqdadır. Yəni V1 böyükdür V2-dən, o da böyükdür V3-dən. Aydındır uşaqlar? Sağ olun. Uşaqlar aydındır hər kəsə. Bu belə. Sonra mən qrupdan çıxdım. Sonra bizdə nə var? 9 dedik. 53, 54, 51. 51. Bu cismin koordinat zamanı. Bərabər sürətli hərəkətdə istir yol zaman qrafiki, istir gerdəyişmə zaman qrafiki və yaxud da istir koordinat zaman qrafiki bərabər sürətli hərəkətdə belədir. Yəni, əlbəttə, söhbət x oxu istiqamətində gedirsə. X oxunun əksinə gedəndə yerdəyişmə və yaxud koordinat zaman qrafikini belə göstərir. Və s. Yəni, yol zaman qrafiki ancaq müsbətdə göstərilir. Bizim üçün də bu cismin koordinat zamanı hansı qrafiki soruşulur? Vx. V müsbətsə, deməli, siz bilirsiniz ki, V müsbət olanda cisim x oxu istiqamətində gedir. X oxunun istiqaməti haradır? Yuxarıya. O istiqamətdə getməsi lazım. Bu belə. 53, 54, 55, 53, 53'ü yazdık. 54'e baxaq. A nöqtəsinə uyğun zaman alanını hesablayın. A nöqtəsinə uyğun zaman alanını soruşur bizdən. Gəlin baxaq. Uşaqlar, siz bilirsiniz ki, məsələn, bu nədən nəyə gəlib? Mənfi 20-dən 0-a gəlib, gördüyünüz kimi x oxunda. Mənfi 20-dən hara gəlib? 0-a gəlib, sonra 0-dan da 10-a gedib. 10-cu metrdə olanda artıq x oxu üzərində bəs buna uyğun zaman nəyə bərabərdir? Bizdən soruşulur. Biz gəlin bu hissəyə baxaq. Burada zaman bəllidir ki, 2 saniyədə nə qədər yol gəlib? 2 saniyədə 20 metr. V-ni tapa bilərsinizsə, V nəyə bərabərdir? S bölü T-yə. 20 metr gedəndə keçən zaman nədir? 2 saniyə. O da nəyə bərabər olacaq? 10. Sürət nəyə bərabərdir? 10-a. Siz də az öncə dedik ki, qrafik düz xətt olanda hərəkət nə cür olur?
bərabər sürətli, yəni V constant. İndi siz sürəti 10 aldınız və 10 sabit. Nəyi tapmanız lazımdır? Bax, buradan, yəni 0-dan 10-a gələndə, hansı ki, məsafə 10 olanda, bax, məsafənin yerinə nə yazırıq uşaqlar? 10. Məsafə 10 olanda keçən zaman lazımdır. Yəni bizim üçün T lazımdır da. T də nəyə bərabərdir? S böl V-yə. Hərəkət bərabər sürətlidir də, sürəti biz 10 aldıq. V-nin yerinə 10 yazırıq. Bəs bu zaman uyğun əlbəttə ki, buna uyğun belə deyək də, gedilən yol nədir? Bax, bu ikinci saniyədən sonra 0-dan hara gedib 10-a? S də 10-dur. T-ni alırıq 1. Demək ki, ikinci saniyədən sonra nə qədər zaman xərcləyib? 1 saniyə zaman xərcləyib. Yəni, A nöqtəsinə uyğun zaman nə olacaq? Əlbəttə, 3-cü saniyə olacaq. 2-nin üstünə 1 gəlsək, söhbət neçinci saniyədən gedəcək? 3-cü saniyədən gedəcək. İndi uşaqlar, davam edək. 55. Ülker, aydındır bu. Yox, bu Ülkerin deyildi. 54 deməli. Mən bir də bir şey soruşa bilərəm. Ülker, daha doğrusu Günel. Günel, aydındır bu. Bəli, Bir şey soruşa bilərəm. bəli. Buradakı x'i biz 30 götürsək olar əslində. 20 oradan 10 oradan. X olaraq X oxunda x'i. Sonra təsvir. Hə, Yəni orada baxa 30 bilərsən. tapdıq. V-ni zaten Fərqi yoxdur, orada baxa yaxşı. bilərsən. Hə. Ha, əlbəttə. Elə də birbaşa 3 alacaqsınız da. ne olur? Birbaşa 3 alacaqsınız onsuz da elə də. Daha 2-nin üstünə 1 gəlmədən 3 alacaqsınız. Hə, necə Günel başa düşdün bunu sən? Aynen. Hə, başa düşməsən denə problem yoxdur. Təkrar zəng et. 54, 50 Ben de saldım. 55. 54 mi? Hə, 54-ü başa düşmədik. Təkrar istəyirdim. Hə? Hə. Bilmem. Bax zəhmət olmasa bura. Kim idi adınız necə oldu? Sanmam. Deməli, lütfən zəhmət olmasa. Mənfi 20-dən hara gəlib bu əvvəlcə? 0-a. Bunun üçün nə qədər zaman xərcləyib? 2 saniyə. Onda sürəti tapa bilərsən. V nəyə bərabərdir? S böl T. S-imiz nə qədər olub? 20 metr gəlib. S-in yerinə 20 qoyduq. Bəs buna uyğun T nədir? 2-dir. Sürəti nə aldın? 10. 10 metr böl saniyə. Razıyıq. Bu nə cür hərəkətdir? Bərabər sürətli hərəkətdə, bərabər sürətli hərəkətdə sürət nə qalır? Sabit qalır. İndi bizə əsas maraqlı olan nədir? Buradakı bu zamandır. Gəl elə Fatimə deyən kimi gedək. T nəyə bərabərdir? Zaman. S böl V-yə. Sən gördün ki, sürəti neçə aldıq? Sürət üçün. 10 aldıq. Gedilən yol nədir? 20-dən hara gəlib? 10-a. 20-dən 10-a gələndə 30 metr yol gedər. T nəyə bərabər olacaq? Onda 3 saniyəyə bərabər olmuş olacaq. Aydındır? Bilmem. Bilmem. 54, 55. 55-də. Yol yer dəyişmədən neçə dəfə çoxdur deyir. Bax, siz A-dan gəlib hara? B-yə. A-dan B-yə neçə metr yol gedib? 5. B-dən C-yə 6 metr. C-dən də D-yə 3 metr. Yəni, yekun olaraq yol nəyə bərabərdir? 5, 6, 11, 3, 14. Yer dəyişmə bəs nə qədərdir? Gəlin, yer dəyişmə nə idi? Başlanğıc və sonu birləşdirən istiqamətlənmiş düz xətt idi. Bu xətt idi. Bunu tapmaq üçün gəlin bunu düzbucaqlı, üçbucağa tamamlasaq. Fikir verirsiniz uşaqlar. Bu katet nəyə bərabərdir? 6-ya. Burası 3-dür, bu hissəsi 3-dür. Bu hissəsi nəyə bərabərdir? Fikir verin 5-ə. Yekun olaraq bunun ümumi uzunluğu bu tərəfin nəyə bərabər olacaq? 8-ə. Yenə deyirəm, bunu nə cür tapdıq? Bu hissəsi paralel köçürsək 6-dır. Bu hissəsi də 3 burasıdır, 3 burasıdır. 5 burasıdır. Ümumi bu sənin uzunluğu 8 olacaq. Bir katet 8-dir, bir katet 8-dir. Bu hipotenuzu tapmaq üçün biz bilirsiniz də Pifaqor teoreminə görə həmin o AD hissəsinin uzunluğu nəyə bərabərdir? 6-nın kvadratı 36, üstəgəl 8-in kvadratı 64-dür. Bu da
kökdə 100, oradan da kökdən nə çıxır? 10. Belə çıxır ki, AD hissəsinin uzunluğu, yəni yer dəyişməmiz nəyə bərabərdir? 10-a. 14 ondan neçə dəfə böyükdür? 1,4 dəfə. Demək ki, burada cavab nə olacaq? 1,4 olacaq. Yenə deyirəm, burada birinci biz nə etdik? Yolu tapdıq. Yol nədir? A-dan B-yə, B-dən C-yə, C-dən D-yə gəlir. Sonra yer dəyişməni tapmalıyıq. A-dan B-yə gələndə 5, 6, 11, 3 də gəlib neçə metr olacaq? Deməli, 14 metr. Bəs yer dəyişmə nə qədərdir? A və D-ni birləşdirən düz xətt. Bu xəttin uzunluğunu nə cür taparıq? Bu katet 6 metr, bu katet 8 götürəndə yer dəyişməni də inşallah belə tapdıq. Belə. Sonra 62 62. yersin. Hə? 62. 62 mi? Neçə? 62. 62, 60. Yəni bu tipli çalışma 58'e olar. Bu tipli çalışmalarda, indi bunu 62'ni izahlayayım. Çalışmayın şagirdlər. Bu bildiyiniz x oxudur. Fikir verirsiniz, bu bizim nəyimizdir? X oxumuzdur. X oxunu biz vərdiş almışıq ki, belə çəkək. Siz görürsünüz ki, uşaqlar burada 6'dır, burası da nədir? 1'dir. Yəni x oxumunda fikir verirsiniz, 6'dan hara gəlib? 6'dan gəlib 1'ə. 6'dan 1'ə gəlibsə, 6'dan 1'ə gəlibsə, fikir verirsiniz, 6'dan gəlib hara? 1'ə. 6'dan 1'ə gəlibsə neçə metr yol gedib? 5 metr. Sonra nə edib? 1-dən nə edib? Qalxıb hara? 3'ə. 1-dən də 3'ə gedəndə, fikir verirsiniz, 1-dən 3'ə gedəndə qayıdıb 1-dən 3'ə getsə, elə 0'a gəlməyib ki. 1-dən də qayıtdı 3'ə, 2 metr yol gedəcək. 6'dan 1'ə 5, bir də 2 metr əks istiqamətə qayıdıb. Gedilən yol nəyə bərabər olacaq? Onda 7 metrə. Bəs yer dəyişməsi müəllim, əvvəl 6'da idi, indi neçədədir şagirdlər? 3'də. Əvvəl 6'da idi, indi 3'də. Yer dəyişməsi nə qədərdir? Yer dəyişməsi də 6'da idi, indi 3'dədirsə 3 metr olacaq. Bizdən deyir ki, yer dəyişməsinin modulundan neçə metr çox olduğunu hesablayın. Yolun yer dəyişmədən neçə metr çox olduğunu hesablayın. Yol yer dəyişmədən neçə metr çoxdur? 4 metr çoxdur. Yol yer dəyişmədən neçə metr çoxdur? 4 metr çoxdur deyirik. Bu aydındır da, hə inşallah. Və yaxud da ki 63. Və yaxud da ki 63 şagirdlər. 4 saniyə ərzində gedilən yolun yer dəyişmədən neçə metr çox olduğunu tapın deyir. Baxın uşaqlar, 4 saniyədə gedilən yolun yer dəyişmədən 4-dən gəlib hara? 1-ə. 4-dən 1-ə gələndə neçə metr yol gedir? 3 metr. 1-dən hara gedib? 6-ya. 1-dən görürsünüz, x oxuna metrə baxın. 1-dən də 6-ya gedib. Neçə metr gedib? 5. Getdiyi yol nəyə bərabər olacaq? 8-ə bərabər olacaq. Bəs yer dəyişmə 4-də idi, indi haradadır? 6-da. Neçə metr dəyişəcək yer dəyişməsi? Yer dəyişməsi isə 2 metr olacaq. Neçə metr çox olacaq? 2,8-dən. Əlbəttə ki, 6 metr çox olmuş olacaq. 58 dedik, sonra dərs sahına baxacam. Vaxt qalsa inşallah davam edərik yenə də. Yox, yenə də sualınız varsa deyin. 58. Baxaq. Deyir ki, cisimlərin görüş yerlərinin koordinatlarını müəyyən edin. Bilirsiniz, bu görüş deyiləndə çalışmayın siz. Görüşən iki cisim bir nöqtəyə gəlir. Məsələn, onlayn görüş anlayışı vardır. Bir də biz sizinlə nə cür görüşürük? Onlayn şəkildə görüşürük. Belədir ki, siz evinizdə, mən evimdə. Amma bu testlər tərtib olunmamışdan qabaq belə söhbətlər yox idi. Burada söhbət onlayn görüşdən getmir ki, real həyatda görüşəndə hamımız nə edirik? Bir nöqtəyə gəlirik də, deyək ki, dostumuzla görüşürüksə, eyni bir məkana gəlirik. Yəni uzun sözün qısası eyni koordinata gəlirik. Deməli siz də baxın koordinat oxunda. Fikir verirsiniz, biri 20-dən hərəkət eləyir, gəlir, biri də 0-dan hərəkət eləyir, gəlir. Bir harda görüşüblər? Fikir verirsiniz 10-cu koordinat. Bir də nə ediblər? Sonra bir-birinə aralanıblar. Bir də gəlib harda görüşüblər təkrar. Fikir verirsiniz mənfi 10-cu koordinat. Hansı koordinatlarda görüşüblər? 10 və mənfi 10. Yəni görüş nöqtələri bunlardır da. Görüş nöqtələri bir burada kəsişiblər, görürsünüz. Bir də harda kəsişib bu iki düz xətt? Bir də burada. Buna uyğun koordinatlar neçədir?
ol və mərhum. Aydındır? Məsələn, soruşsaydı ki, hansı zaman anlarında görüşüblər? Hansı zamanda görüşüblər? Onun üçün zaman oxuna baxmalıyıq. Hansı koordinatda görüşüblər? Onun üçün koordinat oxuna. Zaman oxuna baxanda bir 4-cü saniyədə görüşüblər, bir də 2-ci saniyədə görüşüblər, 9-cu saniyədə görüşüblər deyəcək. Zaman oxuna görə. Belə. 65-ə kimi başqa sual var. Uşaqlar 65-ə baxaq. 6-cı saniyənin sonunda avtomobillər arasındakı məsafə 4 metr olmuşdur. Müşahidə başlayanında onlar arasında məsafəni hesablayın deyir. 6-cı saniyənin sonunda 4 metrdirsə, onlar müşahidə başlayanında bəs onlar arasındakı məsafə nədir? Onu biz tapmamız lazımdır. Görürsünüz də burada normalda. Nədir uşaqlar? X oxudu. Elə deyil. Biri nədən hərəkətə başlayıb? Sıfırdan. Biri də nədən hərəkətə başlayıb? Bilmirik də hər hansı biri x1-dən. Deyək ki, bu x0-ı tapsaq, x0-ı. Biri fikir verirsiniz ədəd oxunda. Sıfırdan hərəkətə başlayıb, sıfırdan. Bir də bilmirik neçədən. Yəni, burada məsələn 5 olsaydı, x1. Onda deyərdik ki, başlayan anda onlar arası məsafə 5 metr. Amma görürük ki, hər ikisi bilmirik. x1 nədir zaten? Görürük ki, hər ikisi də neçədə görüşüblər? 14-cü koordinatda görüşüblər. 14-cü koordinatda görüşüblərsə, məsələn, ən azından bu başlanğıcı bəllidir də. Bunun hər ikisinin də görüş müddəti bəllidir. Biz burada getdiyi yol üçün nə deyə bilərik? 14 metr gedib. Baxın, bu həmin A cisminin getdiyi yol üçün nə deyə bilərik? SA nə qədər gedib? 14 metr gedib. Bəs bunun uyğun olaraq sərf etdiyi zaman nədir? TA üçün, həm də TB üçün. Hər ikisi də eyni anda görüşüblər. 2-ci saniyədə görüşüblər. Bəs VA nədir? VA da SA, yəni A cisminin sürəti nədir? Hələ ki, göy ox üçün baxırıq, qarayan üçün yox. VA nədir? VA-dakı SA bölünsün nədir? TA-dır. TA 2-dir, SA-dakı 14. 14 bölünsün nə olacaq? 2, yəni 7 olacaq. 7 metr bölü saniyə. Yəni bu saniyədə neçə metr gedib? 7 metr gedib də. Saniyədə bu 7 metr yol gedib. Birinci saniyədə görürsünüz 7 metr, ikinci saniyədə 7 metr, yekun 14 metrə gəlir. Hə, indi əsas məsələ. Bəs müəllim, VB nədir? VB-ni tapmaq üçün SB-ni nəyə bölməmiz lazımdır? TB-yə bölməmiz lazımdır. Elə deyil, VB-ni tapmaq üçün SB-ni TB-yə bölməyimiz lazımdır. TB nöqtəsi üçün zaman nə qədərdir bəs? Onda da elə neçə saniyədir? 2 saniyədir. Bəs müəllim, VB nöqtəsi üçün 2 saniyə zaman, keçən zaman 2-dirsə, sürəti haqqında nə deyə bilərik? Sürəti nə olar uşaqlar onun da? Hə uşaqlar? 7, Neçə? 7, Hansı səbəblə dedik onu? çünkü V bu P beraberdi 14'e beraber olmalıdır. 2V beraber de 14, V de 7 olur da. Ha, başqa fikri olan var uşaqlar? Beraber süresi olduğu için. O beraberdi. Bax, bunlar hansı nöqtədə görüşüblər? Yəni VA ilə VB eyni nöqtədə görüşdüyü üçün ola bilər. Necə VA ilə VB nədə? Eyni nöqtədə görüşdüyü üçün. Hə. Eyni nöqtədə görüşüblər 2-ci saniyədə. Bəs sonra? Bax, görüş müddətləri 14-cü saniyədə görüşüblər də. Biz bu sonradan 6-cı saniyədə onlar arasındakı məsafəni hesablayacağıq. Bu hələ ki qalsı qıraqda. 6-cı saniyədəki onlar arasındakı məsafəni
tapana kimi gəlin nəyi tapaq? Hər ikisinin görüş müddəti bəllidir. Görüş koordinatı da bəllidir də. Elə deyil? 2-ci saniyədə və 14-cü koordinatda görüşüblər. A nöqtəsi üçün biz sürəti neçə aldıq? 7 metr böl saniyə aldıq. İndi uşaqlar B nöqtəsi üçün sürəti nə cür alarıq? Mən o 7 lazım. olar. Hə? Lalə buyur. Bax 7 B olardı nöqtəsi. mən. Hə? 7 olardı mən. Sürət sabit də konstantdır. Sürət sabitsə, Lalə sənsən? Xeyr mən. Sürət sabitsə, məsəl üçün, adın nə oldu sənin? Türkan. Türkan. İndi sürət sabitsə, məsələn, başlanğıc koordinat atıram 3-dür. Və yaxud da 2-dir, heç fərqi yoxdur. 1-dir bax. Buradan başlasın. Sən də deyirsən ki, sürət də onda 7 olmalı. 2 saniyədə onda nə qədər yol gedəcək? O 2 saniyədə yenə də 14 metr yol gedəcək. Bəli mən. 14 metr yol gedəcək. Başladığı koordinat da 1 idi. Gəlib harda olacaq 2 saniyə sonra? 15-ci koordinatda olacaq. Bəli. Orada görüşməyəcək ki, onda belə çıxır ki, 2 saniyə sonra. Çünki sən deyən o zaman olardı ki, bu da sıfırdan başlasın. Onda ikisi də eyni anda görüşəcəklər, sürətləri də eyni olacaq. Amma bunun başlanğıc koordinatı eyni deyil ki, sən orada ikisinin də sürətini bir-birinə bərabər eləyəsən. İndi əsas məsələ nədir? Burada VB-ni tapmaqdır uşaqlar. VB-ni tapmaq üçün nə etməliyik? SB-nin getdiyi yolu bölməliyik nəyə? Zamana. VB 6-dır deyir. Kim idi? Adəm yazdı. Bax, Adəm, bilmirəm. VB-ni tapmaq lazımdır. VB-ni düsturunu tapmaq lazımdır. VB-ni nə cür taparıq uşaqlar indi? Gəlin biraz yer ayıraq da bizim üçün. VB-ni nə cür taparıq? VB SB bölünsün T-dir. T nədir bəs? T müəllim. Burada gəlin baxaq. SB-nin getdiyi yola baxaq əvvəlcə. VB-ni təyin etmək üçün. VB burada uşaqlar. SB nəyə bərabərdir? Bax, B nöqtəsinin getdiyi yol. 14 çıxılsın buradakı bilmədiyimiz x0-dırmı? 14 çıx x0 böl T-də neçədir uşaqlar? 2-dir də. VB-nin sürəti budur da, elə deyil. Bax, VB-nin getdiyi yola baxın uşaqlar. Bu qırmızı hissənin uzunluğu. Baxaq, Adəm yazdı. Bəli. Tam baxa bilmirəm maddi yazdığı var. Deməli, VB SB bölünsün nədir? T'dir. Bu SB nə qədərdir? 14 çıxılsın x0. O da böl 2. Bunu başa düşdükdə inşallah niyə belə yazdıqsa. Nərmin, başa düşdün sən bunu niyə belə yazdıq? Türkan, Günel. Günel, sən başa düşdün niyə belə yazdıqsa bunu? Bunu başa düşmədik. Deyəsən, başa düşdük, deyərik ki, başa düşdük. Baxın, yenə deyirəm. Qeyri-adi bir şey yoxdur. Bir dənə çox diqqətlə qulaq asın bura. Bu göy olan A nöqtəsinindir. Qırmızı olan ox isə B nöqtəsinin. Mən sonrasını çəkmədim, çünki bu nöqtədə kəsişirlər. İndi fikir verirsən sən, burada B nöqtəsinin getdiyi yolu nə etməmiz lazımdır? Bu yolun gedilməsinə sərf olunan zamana bölməyimiz lazımdır. Zaman nə qədərdir? Zaman oxuna baxırıq ki, hər ikisi üçün 2 yazmamız lazım. Necə ki, burada VA-nı tapanda SA böl TA yazıb. T'nin yerinə 2 yazdıq. Burada da T'nin yerinə 2 yazdıq. Burada SA-nın yerinə nə yazdıq? Bax, A nöqtəsinin getdiyi yol. 0-dan hara gəlib? 14-ə. 14 yazdıq. Nisbət bizə 7-ni verdi. Aldıq, durduq. İndi, axı biz burada uşaqlar B nöqtəsinin başlanğıc koordinatı bilmirik. Məsələn, 3-dən başlasaydı, 14-ə gəlsəydi, onda deyəcəkdik ki, 11 metr yol gedib. 2-dən x0-mız 2 olsaydı, onda deyəcəkdik ki, 2-dən 14-ə gəlib 12 metr yol gedib. 12 böl 2, 6 alacaqdıq. Amma bilmirik yaxı başlanğıc koordinatı hardan başlayıb, 3-dən başlayıb, 5-dən başlayıb, neçədən başladığını bilmirik. Bilmiriksə,
SB-nin getdiyi yolu nə cür taparıq? 14-dən nəyi çıxarıq? X0-ı çıxarıq. Başa düşdük uşaqlar. VB-ni niyə belə yazdıq? Bəli müəllim. Bəli müəllim. Ay sağ olun. İndi uşaqlar, Yəni bunları qoyduq qırağa. Bu A nöqtəsinin sürəti, bu da B nöqtəsinin sürəti. Türkan, sən bunu başa düşdün? Bir üstündə də sizdən soruşum, çünki əyaniyə gələnləri onsuz da bir də əyanidə izah Türkan, Günel, başa düşdük bunu, yoxsa yox? Bəli müəllim. Başa düşdük. Mən daha 10 dəfə soruşdum inşallah. Demək lazımdır. Yenə də deyərsiniz, təkrar qrupda da soruşarsınız, izah edirəm, problem yoxdur. Bu bizim VA və VB üçün deyə biləcəyimiz şeydir. İndi əsas məsələ nədir? Deyir ki, 6-cı saniyənin sonunda avtomobillər arasındakı məsafə nədir? İlk başdan çətin gələcək, yavaş-yavaş bunu bir neçə dəfə həll edəcək, inşallah sizə daha aydın olacaq. Əvvəlcə A nöqtəsi üçün nə yazırıq? X A nöqtəsi üçün sonuncu koordinatı. Məsələn, siz bilirsiniz ki, saniyədə neçə metr yol gedir? A nöqtəsi artıq. Saniyədə neçə metr yol gedir? 7. Çünki bu 7 metr böl saniyə dedik də, saniyədə 7 metr. Onda belə çıxır ki, 6 saniyədə neçə metr yol gedəcək A cismi? 42 metr. 7 dənə neçə? 6. Yəni 42 metr. Bəs B nöqtəsinin sonuncu koordinatı nə olacaq? Biz bu ifadəni necə ki bu ifadəni 6-ya vurduq, onda bu ifadəni nəyə vurmamız lazımdır? 6-ya və üstə gəlməliyik bunu. Yəni B nöqtəsini tapmaq üçün onda x0 üstə gəlinsin nə yazmalıyıq? 14 çıxılsın x0 bölü 2 vur 6 şəklində yazmalıyıq. B nöqtəsini. Elə deyil? Razıyıq? İndi uşaqlar deyir ki, arasındakı məsafə 4 metr olub. Yəni XA-dan XB-ni çıxıblar. Arasındakı məsafə 4 metr olub. XA bəllidir 42. Gətirib qoyarsınız yerinə. XB də nədir uşaqlar? X0 üstə gəlsin 14 çıxılsın x0 bölü 2 vur 6. O da gətirib yerinə qoyarsınız. Sonra da buradan nə edərsiniz uşaqlar? Tənliyi həll edib x0-ı taparsınız. Başa düşdük uşaqlar sonu. Yenə deyirəm, sonuna baxın indi. Bir daha deyəcəm. A nöqtəsinin sərf etdiyi o sürət 7-dir. Onda 6 saniyədə A nöqtəsi hansı koordinatda olacaq? Saniyədə 7 metr gedirsə 6 saniyədə 42 metr yol gedəcək. Siz görürsünüz ki, fikir verirsiniz, sıfırdan başlamışdı A, 42 metr yol gedib hara gələcək? 42-ci koordinata. Bəs müəllim B nədən hərəkətə başlayıb? X0-dan. Bilmirik də neçədən hərəkətə başlayıb. Bilmirik. Onun üstünə də nə gəlir? Getdiyi yolu. Bax, sürəti nəyə bərabərdir? 14 çıxılsın x0 bölü 2. Vururuq onu da neçəyə? Keçən zamana 6-ya. Deməli, xb nədir? 14, x0 üstə gəlsin, 14 çıxılsın x0 bölü 2 vur 6. Bizdə sonra da deyir ki, onlar arasındakı məsafə 6-cı saniyədə 4 metr olub. Yəni 42 çıxılsın bu ifadə 4 metrdir deyib, yəni XA çıxılsın XB 4 metr deyib, sonra tənliyi qoyub yerinə həll edir. Səhv etmirəmsə 2 alınmış idi burada cavab. Aydındır uşaqlar? Oradan x0-ı tapırsınız. Screen edin, əgər başa düşməsəz əyəndə izah o online-da gəlin 4 nəfər. Əmrayev, Ayən qoşulub, siz buradasınız. Olmadı. Sən bunu başa düşdün Ayən? Bəli. Əgər mən indi qrupa yazacağam, yenə də deyirəm, screening xüsusilə də başa düşmədiklərinizi təkrar ta ki başa düşənə kimi bir əlavə vaxt ayırarıq, ta ki başa düşənə kimi məndən soruşun. Dəfələrlə soruşun. Problem yoxdur. Mən ərinmirəm, çəkinmirəm. Mənim işimin adı budur. Bunları mən sizə izah etməm lazımdır. Sizin də bunları yola vermədən məndən soruşmağınız lazımdır. Ümid edirəm ki, bütün testlər haqqında azdan çoxdan danışdıq. İndi biz keçək dərs izahına bugünü üçün olan və sonra yenə də suallarınız olarsa dərsdən sonra dinləməyə hazır olacağım inşallah. Uşaqlar, biz bugün dəyişən sürətli hərəkəti danışmağa başlayırıq. Dəyişən sürətli hərəkəti. Biz sizinlə bərabər sürətli hərəkəti keçdik və sual cavab da elədik.
Pis değildi cavablarınız, amma belə deyim, yəni çox da sual yoxdur zaten. İnşallah ötən dərslərdə daha çox olacaq. Bərabər sürətli hərəkətlə bağlı inşallah ya sabah axşam və yaxud da 6-cı gün səhər tezdən mən sizinlə bir sınaq paylaşacağam və o sınağı mütləq şəkildə sizin yazmanız lazımdır ki, bir baxaq görün bu ilk 2 dərsdə siz nə öyrənmisiniz inşallah. Və 6-cı gün axşam onlaynda o sınağın izahı olacaq. Deməli belə şagirdlər, 21:00 kimi o sınağı yazmaq lazım. 6-cı gün 21:00 kimi. İndi uşaqlar, biz dəyişən sürətli hərəkətdən danışırıq. Sürətinə görə iki cür hərəkət olur. Bərabər sürətli hərəkət, bir də sürəti bərabər olmayan hərəkət, yəni v-cons qalmayan hərəkət. Bir daha deyirəm, sürətinə görə iki cür hərəkət var. Bərabər sürətli hərəkət, bir də ki, dəyişən sürətli hərəkət. Biz artıq bərabər sürətli hərəkəti keçdik. Xüsusilə bərabər sürətli hərəkətdə sizə dedik ki, ay nə bilim, S var, V vur, T şəklində tapılır, T S böl V şəklində tapılır, V S böl T şəklində tapılır və bir çox şey haqqında danışdıq. İndi isə dəyişən sürətli hərəkətdən danışacaq uşaqlar. Bərabər olmayan sürətdən danışacaq. Sürət dəyişəndə yaranan ilk kəmiyyətin adı təcil. Sürət dəyişəndə ilk yaranan kəmiyyətin adı şagirdlər, zəhmət olmasa səsi götürün. Ben de diyelim ki bu ondan destek. Ne ders tutardım. Ne Uşaqlar, zəhmət olmasa səsi bağlayın, videoza götürün. Deməli, uşaqlar, sürət dəyişəndə yaranan kəmiyyətin adı nədir? Təcildir. Təcil nədir? Sürətin dəyişdiyini göstərən kəmiyyət. Təcil A hərfi ilə işarə olunur. Təcil ingiliscə acceleration sözündən keçmədir və təcili də təyin etmək üçün akselerometrdən istifadə edirik. Təcili nə ilə təyin edirlər? Akselerometr. Və düstur olaraq da belə deyirik də, A nəyə bərabərdir? V çıx V0 böl T-yə. Yenə deyirəm, təcil, bu dərs belə bir cihaz keçdik, təcil nə ilə ölçülür? Akselerometrlə. Təcil nəyə bərabərdir? V çıx V0 böl T-yə. Baxın, biz yavaş-yavaş inşallah bunu öyrənəcəyik. Biz fizikada düsturları məxrəcdən sürətə doğru oxuyuruq. Məsələn, belə deyirik də, müəyyən zamandakı sürətin dəyişdiyini göstərən kəmiyyət. Nə? Təcil. Müəyyən zamandakı sürətin dəyişdiyini göstərən kəmiyyət. Yəni, sürət dəyişməsə, bu nə deməkdir? Cismin başlanğıc sürəti ilə son sürəti bir-birinə bərabər olsa, avtomatik olaraq V çıx V0 nəyə verəcək? 0. 0 böl T-də 0. Təcili 0 olacaq. Nə etməsi lazımdır? Sürətin dəyişməsi lazımdır. Ümumiyyətlə, belə bir şeyi yadınızda saxlayın. Təcil, sürət artan zaman yaranır. Təcil, sürət azalan zaman yaranır. Və yaxud da ola bilər ki, sürət bərabər qalsın. Nə etsin? Cisim istiqamətini dəyişsin. Sürət dəyişmədən cisim istiqamətini dəyişəndə təcil yaranır. Bax, bunları unutmayın. Bu üç şeyi. Təcil nə zaman yaranır? Sürət artan zaman, azalan zaman, yəni qısaca dəyişən zaman. Bir də nə zaman yaranır şagirdlər təcil? Bir də inşallah istiqamətin dəyişən zaman. Bunun haqqında daha çox biz danışacaq çevrə üzrə hərəkətlər. Nəysə, bunu hələ ki bilin. Vahidinə gəldikdəsə, uşaqlar, vahidinə gəldikdə təcilin, baxın, V çıx V0'ı biz nə cür yaza bilərik? Bir delta V kimi, az öncə dedik bundan. Delta V kimi. Delta V böl T. Sürətin yerinə nə yaza bilərik? Vahid olaraq. Metr böl saniyə. Zamanın yerinə isə nə yazarıq? Saniyə. İndi şagirdlər bura baxın. Metr böl saniyəni saxlayıb. Bu saniyəyə də nə edərik? Tərs çevirib vurarıq. Yuxarıya. Fikir verirsiniz, kəsr böləndə nə edirik? Surət olduğu kimi qalır, onun işimiz yoxdur. Metr böl saniyəni saxladıq. Yəni, bu sürətin yerinə metr böl saniyə yazdıq və surəti olduğu kimi saxladıq. Bu saniyəni də tərs çevirib surətə vurduq. 1 böl saniyə kimi.
Saniyəni saniyəyə vuranda saniyə kvadratı, metri də 1-ə vuranda metr. Demək ki, təcilin vahidi nədir? Metr böl saniyə kvadrat. Yenə deyirəm, təcili hansı cihazla ölçürlər desələr, akselerometrdə. Desələr ki, akselerometrdən istifadə edirik. Desələr ki, təcilin vahidi nədir? Metr böl saniyə kvadrat. Desələr ki, təcil nə zaman yaranır? Deyəcək ki, sürət artan zaman, sürət azalan zaman və yaxud da ki, cismin sürəti sabit qalıb, cisim istiqamətini dəyişən zaman. Mən uşaqlara belə deyirəm ki, təcil anlayışını belə yadda saxlayın da. Məsələn, təsəvvür edin, mən dedikcə beyninizdə canlandırın. Deyək ki, yol keçirsiniz, görürsünüz ki, heç bir maşın gəlmir, rahat keçirsiniz. Birdən görürsünüz, hər hansı bir uzaqdan maşın sürətli bir şəkildə sizə doğru gəlir. Nə baş verəcək bu zaman? Yolu sürətli keçməyə çalışacaqsınız. Yəni, yolu necə keçməyə çalışacaqsınız? Təcil bir şəkildə keçməyə çalışacaqsınız. Yəni, o sürətinizi artırdığınız zaman ortaya nə çıxacaq? Təcil çıxacaq. Bax, təcil cismin sürətini dəyişdiyini göstərən kəmiyyət. Təcil varsa artıq bərabər sürətlə hərəkət deyil demək. Və bərabər sürətlə hərəkət deyilsə, artıq S üçün VT düsturunu istifadə edə bilməzsən. Artıq T üçün S bölü V-ni, V üçün də S bölü T-ni istifadə edə bilməzsən. Yəni, bərabər sürətli olmayanda hərəkət, bax, bu düsturları istifadə edə bilməzsən. Dəyişən sürətli üçün yeni bir sürət düsturu daxil etməliyik, yeni bir zaman düsturu daxil etməliyik, yeni yol düsturunu daxil etməliyik. Baxın, biz bugün bunlar haqqında danışacağıq. Sizi çox yormayacağım. Konkret olaraq bu düsturlar haqqında danışacağım. İnşallah bunları da öyrənməniz yaxşı bir şəkildə, əlbəttə ki, nədir? Lazımdır. İndi uşaqlar, diqqətlə baxın. Siz bildiniz ki, gəlin, bunları silək. Siz bildiniz ki, təcil V çıx V0 böl T ilə təyin olunur. İndi nəyi tapmaq lazımdır? Məsələn, bu təcilli hərəkətdə sürətin düsturu nədir? Təcilli hərəkətdə bu sürətin düsturu nədir? Sürət düsturunu tapmaq lazımdır. Gəlin buradan tapmağa çalışaq. Baxın, buna 1-də A kimi baxa bilərsiniz də. 1-də A elə nədir? A-dır. Sonra bunu çarpaz vuraq. 1-i vuraq V çıx V0-a, T-ni də vuraq A-ya. AT alacaq da. İnşallah ümid edirəm ki, hər kəs bunu bilir riyaziyyatdan. Sadəcə bir riyazi əməliyyat icra etdik. Fikir A bərabər idi nəyə? V çıx V0 böl T-yə. Bu A-ya sadəcə A böl 1 kimi baxdıq. Onsuz da A-dır elə. 1-i çarpaz buna vuranda V çıx V0, T-ni də buna vuranda AT alırıq. İndi əsas məsələ nədir uşaqlar? Bizim burada sürəti tapmağımızdır. V-ni olduğu kimi saxlayıb V0-ı əksarının sağa keçirə bilərik. Bu zaman nə olacaq? V0 üstə gəlinsin AT şəklində olacaq. Bax, bu artıq dəyişən sürətli hərəkətdə sürət düsturudur. Bərabər sürətli hərəkətdə sürətin düsturu V bərabərdir S böl T-dir. Dəyişən sürətli hərəkətdə sürət düsturu isə artıq nədir? V0 üstəgəl AT. Yəni, sən artıq sürət dəyişəndə S böl T düsturundan nə etməyəcəksən? İstifadə etməyəcəksən. Sürət düsturu nədir? V0 üstəgəl AT. Yəni, haradasa artıq 4 üstə gəlinsin 2T görəndə, onda o dəqiqəsində sən altda yazırsan ki, sürət tənliyi V0 üstəgəl AT-dir və buradakı tək olan V0-dır. Yəni, V0-ımız nə olacaq? 4 olacaq. A-mız nə olacaq? T-nin qabağındakı A-dır. T-nin qabağında nə var? 2. A deməli, burada 2 imiş. Yəni, məsəl 14 çıx 2T-dirsə, onda başlanğıc sürət 14-dür. Təcilimiz nədir? Mənfi 2T-dir. Və yaxud da burada sadəcə 14 çıx T yazıbsa, T-nin qabağında nə var? 1 də, o yazmasaq da olur. Ona görə T-nin qabağındakı 1-dir, onda təcil nə olacaq? Mənfi 1 olacaq. Və yaxud da üstə gəl T olsa, T-nin qabağında 1 var, təcil nə olacaq? Müsbət 1 olacaq. Buna biz həm də nə deyirik uşaqlar? Sürət tənliyi deyirik. Sürət tənliyi. Daha da desək, son sürət tənliyi. Sizdən son sürət soruşsalar, çalışmaların həllində son sürəti soruşsalar, son sürəti tapmaq üçün, sonuncu sürəti tapmaq üçün, son sürəti tapmaq üçün başlanğıc sürətin üstünə nəyə gəlirsiniz? A vur T-ni gəlirsiniz. Bax, bunu unutmayın. Yəni, V bərabərdir V0 üstəgəl AT-yə. Bu, bizim nəyimizdir? Son sürət tənliyimizdir. İndi şagirdlər,
Bura baxın zəhmət olmasa. Buradan zamanı tapmaq istəsək, sürəti tapdıq, tamam. Bəs müəllim, zamanı nə cür tapaq? Zamanı tapaq, yəni uşaqlar. Sürəti tapdıq, indi zamanı tapaq. Zamanı tapmaq üçün zaman budur da t-ni nə cür taparıq? İndi bunu bilən var, bilməyən var. Məsəl üçün, bu a-nı yenə 3 qoyaq, t-ni yenə 2 qoyaq. 3 vur 2 neçə olacaq? V çıxır 0-a. Yəni 6-ya bərabər olacaq. Mən səndən desəm ki, şagird 2 nəyə bərabərdir? Nə deyərsən? 6 böl 3-ə. Elə deyil və yaxud da ki, bura 4 qoysam, 4 vur 2, 8 edər. Desəm ki, şagird 2 nəyə bərabərdir buna görə? 8 bölünsün 4-ə deyərsən. Hə, indi uşaqlar, t-ni sorsam, p görsə 2-nin yerini alın. T-ni sorsam, nə deyəsiniz? V çıx V0 bölünsün a-ya. Bu da bizim dəyişən sürətli hərəkətdə zamanımızın düsturudur. Yəni sürət olsun, zaman olsun, bu əlbəttə ki, vahidi və yaxud da ki, cihazı dəyişmir, elə bərabər sürətli hərəkətə keçdiyimiz qaydadır. Bu bizim birinci tənliyimiz, təcilimiz üçün düstur. Bu sürət tənliyimiz. Bu isə bizim nəyimizdir? Zamanı tənliyidir. Vüsal, sən dərsdə yoxsan, onlayn dərsdə. Qrupa atmışam da linki. Üzrlü sayın. Hə. İndi uşaqlar, sürəti tapdıq, təcili tapdıq, qaldı gedilən yol. Yolu tapmamışdan əvvəl biraz başqa bir şeylərdən danışmaq istəyirəm. Bu qrafiki davam etmək istəyirəm çəkməyə. Deməli uşaqlar, baxın burada nədən danışırıq? Sürətinə görə biz dedik ki, küçük hərəkət var. Bərabər sürətli hərəkət və dəyişən sürətli hərəkət. Sürət dəyişəndə yaranan kəmiyyətin adı təcildir. Təcillə görə də iki cür hərəkət var. Bərabər təcilli hərəkət, yəni A-nın kons qaldığı hərəkət. Bir də dəyişən təcilli hərəkət. A-nın kons qalmadığı hərəkət. İndi şagirdlər, A-nın kons qalmadığı hərəkətlə bağlı çox o qədər də sual yoxdur. Xüsusilə də ikinci hissələrdə biz bu haqda danışacaq. Amma əsasən biz danışacaq A kons qalanda, yəni bərabər təcilli hərəkətdən. Bərabər təcilli hərəkətin özünün də iki növü var. Bərabər yeyinləşən, bir də bərabər yavaşlayan. Mən adətən indi yavaşlayan, yeyinləşən sözünü çox yazmayacağam. Qısaca adətən yazıram. Bərabər yeyinləşən də ki, yeyinləşmək nə deməkdir? Sürətin artması. Bu şəkildə. Bərabər yavaşlayan da belə. Bərabər yavaşlayan nə deməkdir? Sürətin azalması. İndi uşaqlar, yəni ümumiyyətlə yeyin, get deyirlər bizə böyüklərimiz və yaxud da ki, yügürə get. Bunu daha çox biz aydın başa düşürük ki, bu bizim ləhcəmizə uyğun sözlərdir. Yeyinləşmək nə deməkdir? Sürətin artması. Yavaşlamaq nə deməkdir? Sürətin azalması deməkdir. Bərabər təcilli hərəkətin bu iki növü var. Ümumiyyətlə sizdən sorsaq ki, nə zaman bərabər yeyinləşən hərəkət edir cisim? Bunun şərti var. Şərt nədən ibarətdir? Əgər sürət müsbətsə, gərək təcil də müsbət olmalıdır ki, hərəkət bərabər yeyinləşən olsun. Sürət mənfisə, təcil də mənfi olmalıdır ki, hərəkət bərabər yeyinləşən olsun. Siz sürətin mənfi yaxud da müsbət olması məsələsini artıq bilirsiniz. Hansı ki, müsbət olanda x oxu istiqamətində, mənfi olanda isə x oxunun əksinə gedir deməkdir. Bərabər yavaşlayan hərəkətdə isə, uşaqlar, əgər sürət müsbətsə, təcil gərək mənfi olmalıdır. Sürət mənfidirsə, təcil nə olmalıdır? Müsbət olmalıdır ki, bu nə cür hərəkət hesab olunsun? Bərabər yavaşlayan. Yəni biri mənfi, biri müsbət olanda yavaşlayandır. Hər ikisi də eyni işarə olanda bu müsbət də ola bilər, hər ikisi də mənfi də ola bilər, hər ikisi də eyni anda bu bərabər yeyinləşənin şərtidir. Bax, bunu unutmayın. Bu bərabər yavaşlayan şərtidir. Bu isə bərabər yeyinləşənin şərtidir. İnşallah bu bərabər yeyinləşmə yavaşlamanın biz bir çox şey haqqında danışacaq. İnşallah o zaman da görmüş olacaqsınız siz. İndi uşaqlar, nədən danışaq? Yenə deyirəm, xahiş edirəm, bura baxın, diqqətlə baxın.
Deməli, siz sürətinə görə iki cür hərəkət keçmişsiniz. Sabit sürətli və dəyişən sürətli. Artıq öyrənirik nəyi? Dəyişən sürətlini və konst qalmayan hərəkəti. Sürət dəyişəndə nə yaranır? Ortaya nə çıxır? Təcil. Təcillə görə iki cür hərəkət var. Bərabər təcilli hərəkət, bir dənə dəyişən təcilli hərəkət. Bərabər təcilin iki növü var. Bərabər yeyinləşən, bir dənə bərabər yavaşlayan. Bərabər yeyinləşən hərəkət, bir dənə şagirdlər bərabər yavaşlayan hərəkət. Amma bərabər yeyinləşmək sürətin artması, bərabər yavaşlamaq isə sürətin azalması deməkdir. Hə, əsas məsələ. Qaldı son olaraq nədən danışaq? Keçən dəfə biz əslində bu haqda danışmışıq, amma yenə də danışacağam, çünki əsas məsələyə giriş etmək üçün bərabər sürətli hərəkətə uyğun o keçdiyimiz son qeydi təkrarlamamız lazımdır, yerinə düşər. Söhbət nədən gedir? Siz şagirdlər, gəlin yeni vərəqə keçək. Buna vaxt itirməyin. Bərabər sürətli hərəkətdə belə bir şey bilirsiniz. Ümumiyyətlə, bərabər sürətli hərəkət üçün bir sürət zaman qrafiki çəkmiş olsaq, siz bilirsiniz ki, bərabər sürətli hərəkətdə, yəni V-nin T-dən asılığı veriləndə, belə olduqda, məsələn, burada sürət 4 olsun, burada da sürət neçə olsun? 2 olsun. S-i tap desəm, S nəyə bərabərdir? VT-yə. Sürətin yerinə nə yazacaq? Sürətin yerinə nə yazacaq? Sürətin yerinə aha, 4, T-nin yerinə də 2-ni 8 alacaq. Bu həm də nəyi göstərir şagirdlər? Bax, bu elə bu fiqurun sahəsinə bərabərdirmi? Bu fiqurun sahəsinə bərabərdirmi? Biz düzbucaqlının sahəsini tapanda n-in uzunluğuna vururuq da, elə deyil. Elə 4 vur 2 bu fiqurun sahəsinə bərabərdir. Qrafiklə T oxu arasında qalan bu fiqurun nəyinə bərabərdir şagirdlər? Sahəsinə bərabərdir. Elə bu məntiq ilə belə bir şey deyə bilərik. Yox, fiqurun sahəsinə bərabər. Əlbəttə, nə zaman sürətin zamandan asılı qrafiki veriləndə yol fiqurun sahəsinə bərabərdir. Yenə deyirəm, baxın. Sürətin zamandan asılı qrafiki veriləndə, bax, sürətin nədən zamandan asılı qrafiki veriləndə yolu tapmağı üçün nəyi hesablamalıyıq? Fiqurun sahəsini hesablamalıyıq. Bunu yadınızdan çıxarmayın. Nə zaman? Sürət zaman qrafiki veriləndə. Sürətin nədən asılı? Zamandan asılı veriləndə. Biz nədən danışırıq şagirdlər? Dəyişən sürətli hərəkətdən. Sürət dəyişəndə, məsəl üçün, buna uyğun bir qrafik çəkək. Hər hansı bir müəyyən bir başlanğıc qiymətdən sürət artır. Bu olsun onun sonuncu qiyməti. Sürət zaman qrafiki belə olacaq. Biz nə demişik? Demişik ki, sürətin zamandan asılı qrafiki veriləndə yol nəyə bərabərdir? Fiqurun sahəsinə. Hansı fiqurun? Əlbəttə ki, həmin bu qrafiklə bu T oxu arasında qalan bu fiqurun. Onlar arasında hansı fiqur qalır? Həmin bu işarələyəcəyimiz göy hissə. Deyək. Aha, bu hissə. İndi şagirdlər, bu nəyə oxşadı? Trapeziya. Əlbəttə ki, trapeziya oxşadıksa, biz yolu tapmaq üçün bu fiqurun sahəsini, yəni trapeziyanın sahəsini tapmalıyıq. Trapeziyanın sahəsində həndəsə kursundan inşallah bilirsiniz. Oturacaqların cəmini, bax, bir oturacaq budur, A-dır deyək. Bir oturacaq da bu trapeziya üçün B-dir. Oturacaqların cəmini bölürdüz 2-yə, vururduz nəyə? Hündürlüyə. A plus B böl, nə cür yazırdıq? 2 vur H şəklində. İndi şagirdlər, zəhmət olmasa baxın. Burada. A-mız nədir uşaqlar? A-mız. Bax, A-mız nədir? Buradakı bu nəyimizdir? V0. A-mız V0. Bəs B-miz nədir buradakı bu B-miz? Görürsünüz, V-nin uzunluğuna bərabər. Sən burada V0-a 3-sün, A hissəsinin uzunluğu 3-dür. Məsələn, V-yə 4 desən, 5 desən, B-nin uzunluğu 5-dir. Onda belə çıxır ki, A-nın yerinə biz, gəlin belə deyək də, S yolu üçün yeni düstur alaq.
A-nın yerinə V0, B-nin yerinə də B yazsaq, bölü 2. H-ın yerinə də nə yazarıq? Bax, bu iki oturacaq arasında ən qısa məsafə. Yəni, nəyə bərabərdir? Bu hissədə nəyə bərabərdir? Burada məsələn zaman 4 versələr, zamana bərabərdir. Yəni, H-ın yerinə də yazacaq, zaman yazacaq. Demək ki, bu nədir? S yol bərabərdir V üstəgəl V0 bölü 2 vur T düsturu. Yol üçün nə zaman? Əlbəttə ki, sürət zaman qrafiki veriləndə yol üçün düsturdur. Biz az öncə deyirəm, yenə də deyirəm uşaqlar baxın. Dedik ki, dəyişən sürətli hərəkətdə təcilin düsturu V0 bölü T-dir. Sürət düsturu V0 üstəgəl AT-dir. Zaman tənliyi isə V0 bölü A-dır. İndi aldıq ki, yol üçün düstur nəymiş? Yol üçün düsturda V0 üstəgəl V bölü 2 vur T-ymiş. Buna həm də yolun qrafik düsturu deyirlər. Türkan, aydındır dediklərim inşallah sizə. Bəli, müəllim. Bəs Güney sizə aydındır? Bəli. Ayan sənə bəs Bəli. bir şagirdin adı yadımdan çıxdı. Mən o biri şagirdlərimdən əminəm, çünki inşallah gələndə mənə problemlərini deyirlər. Ona görə arxayınım. Siz zəhmət olmasa, siz başa düşməyəndə deyin. Yəni işimizin adı budur. Ay nə bilim, dərs uzun çəkər falan filan. Heç narahat olmayın. 3 saat çəksin, fərqi yoxdur. Əsas odur ki, girmişiksə bu onlayn dərsə, bunu öyrənib buradan çıxaq inşallah. Narahat olmayın. Birdən-birə alınmayacaq. Bir yazanda alınmayacaq. Gələn səfər falan çox səhvimiz çıxacaq. Heç narahat olmayın. Əsas odur, mən dəfələrlə bunları sizə deyəcək. Yavaş-yavaş. Yəni birdən-birə bu qədər düsturu öyrənmək, bu qədər çalışmanı yazmaq, yəni gözləməyin. Bu birdən-birə olan şeylər deyil. Bu 11-lər üçün keçərli sözlər deyil. Əlbəttə keçən onların bazıları var. Artıq yavaş-yavaş özləri hiss edirlər ki, keçən yaza bilmədikləri qəliz gələn çalışmaları rahat yaza bilirlər. Amma təzə başlayanlar motivasiyadan düşməmək lazımdır. Səy göstərməyə çalışmaq lazımdır inşallah. Alınacaq bu sizdə. Bunun üçün əzm göstərmək lazımdır və də ən əsası nə problem var müəllimə demək lazımdır. Yola vermək olmaz. Bu alınmadı. Bunu 10 dəfə müəllim izah elədi, başa düşmədim, boş verək bunu. Etməyin. 10 dəfə izah elədim, başa düşmədin, 11-ci dəfədə soruşun. Deyin ki, müəllim başqa yolla izah edin. Hər dəfə bir şey tapıb sizə izah edəcəyik inşallah. Belə, ümid edirəm aydındır dediklərim. Baxın, bu yolun düsturudur. Bunun bir şey değil mi? Grafik düsturlar deyirlər, grafik düsturu. Ona görə deyirlər ki, grafik verilsə, sürədə söhbət sürət zaman qrafikindən gedir. Sürət zaman qrafiki verilsə və yol soruşulsa, onda biz bu düsturdan istifadə edərək nə edirsiniz? Tapırsınız. Buraları sileyim. Bu bizim yol üçün nə oldu? Grafik düsturumuz olmuş oldu. İndi zəhmət olmasa bura baxın. Deməli, S nəyə bərabərdir? V üstəgəl V0 bölü 2 vur T'yə bərabərdir. Uşaqlar. Diqqətlə baxın indi. Yolun bundan əlavə 2 düsturu da var. Hansılardır müəllim? Baxın, burada T görürsünüz siz. T'nin yerinə gətirib bunu qoyanda belə bir şey alınır. S bərabərdir V üstəgəl V0 bölü 2. Vur T'nin yerinə şagirdlər. V çıx V0. T nəyə bərabər dəyişən sürətli hərəkətdə? V çıx V0 böl A-ya. Bunu qoyanda, bax, surəti yazıb, vurub surətdə, məxrəci də məxrəcə vurub məxrəcdə yazırıq da. Bax, bizim bu surətimizə baxın şagirdlər. V üstəgəl V0 vurulsun, V çıx V0 alınıb. Elə, bu da bizim nəyə bənzədir? Oxşuyur, xatırladır daha doğrusu. Müxtəsər vurma düsturu, hansı ki, V kvadratı çıxılsın. V0-ın nəyi? Kvadrat. Fikir verirsiniz, yəni biz yol üçün nəyi aldıq? İkinci bir düsturu. Birinci düsturumuz qrafik düsturu idi. Burada qrafik düsturunda V üstəgəl V0 böl 2 vur T'nin yerinə biz nə yazdıq? V çıx V0 böl A-nı yazdıq. Bu zaman belə bir düstur aldıq. Biz bu zaman belə bir düstur aldıq. Üçüncü düstur isə, uşaqlar, üçüncü düstur isə nədir? Üçüncü düstur S üçün. Bu dəfə
T'nin yerinə yox, V'nin yerinə bu düsturu yazırıq. Baxın, bunu yox. V'nin yerinə bu düsturu yazırıq. V'nin yerinə bu düsturu yazanda, yəni V'nin yerinə V0 üstə gəlinsin AT yazıb, üstə gəl V0 bölü 2 vur T yazsaz, bu V0 ilə V0 toplasaz olacaq 2V0. T'yə vursaz 2V0T, 2'ye də bölsəz V0T alınacaq. AT'ni T'ye vursaz AT kvadratı, 2'ye də bölsəz AT kvadratı bölü 2 alınacaq. Uzun sözün qısası, bu alınacaq V0T üstə gəl AT kvadratı bölü 2. Anlarsız buradan. Mən qısaca yazdım, sonunu yer çatmayacaq deyə. Ki sizə göstərim. Ala bilməsəz bunu təkrar deyərsiniz, izah edərəm. Hiçbir qorxusu yox. Bu yol üçün ikinci düsturdur. Bu isə yol üçün nədir? Bizim üçün üçüncü bir düsturdur. Baxın, sonuncu bu yol üçün nədir uşaqlar? Üçüncü bir düsturdur. Əməliyyatı geri qaytaraq. Heç xoş olmayan vəziyyət oldu. Səhərə kimi buraya. Mouse yanında yoxdur deyə. Gəlin takip etməlisin. Hiç yokmuş gibi. Sen gelir. Hə, indi uşaqlar, baxın. Üçüncü düsturumuzda nə oldu? V0 T üstə gəl AT kvadratı nə oldu? Böl 2 olmuş oldu. Bu da yol üçün bizim nəyimizdir? Üçüncü düsturumuzdur. Bax, xahiş edirəm. Evə tapşırıq nədir? Dim test toplusu ikinci hissə. Dim test toplusu ikinci hissə. O ikinci hissə, yenə deyirəm, bax, onlaynda bir dəqiqə dediklərim, bir də inşallah yazacaqsınız bu dediklərimi. Bir də yazacaqsınız, birinci gün onlayn dərsimiz olacaq, ha. Bax, o günü üçün verirəm bu tapşırıqları. Bir də birinci gün onlayn dərsimiz olacaq o gün üçün. İnşallah 6-cı gün onlayn dərsimizdə sadəcə test izah eləyəcək. Onlayn dərsdə mən sizə atacağım bugünkü sabahki sınavın və yaxud da ki, ola bilər ki, 6-cı gün səhər tezdən atım. İzahlarını verəcəm. Çox qısa bir izah olacaq. Yəni uzun çəkməyəcək. Çox sadə bir sınav olacaq. Çünki nə keçmişik ki, bərabər sürətli hərəkəti keçmişik. Sadəcə onunla bağlı suallar olacaq. Və sınavın arxasınca uşaqlar, sınavın arxasınca hal-hazırda keçdiyim dərs var ha, 6-cı gün. Keçdiyim dərslə bağlı çalışmaların izahlarını verəcəm. Yəni sınav yekunlaşdıracağam. Sonra mən nə edəcəm? O sınavın arxasınca həmin bugün keçdiyimiz bu dərslərin inşallah bu düsturlar ki var, yolun 3 düsturu, sürətin düsturu, zaman düsturu, təcil düsturu. Bax, bunlarla bağlı çalışmaların izahlarını verəcəm. Ki siz test yazanda birinci günə daha rahat yaza gələ biləsiniz. Xüsusilə də o 4 şagirdədir sözüm ki, siz bugünün tapşırıqlarını inşallah birinci günə kimi yazacaqsınız. 6-cı gün sınaq və bu qalan yerdən mənim izahım olacaq inşallah. Və evə tapşırıq nədir birinci gün üçün onlayn dərsə? Birinci gün onlayn dərsdə inşallah siz ikinci, yəni dəyişən sürətli hərəkətlə sadəcə yaza bildiklərinizi yazıb gəlirsiniz. Qrafik çıxanda qabağımıza qrafikləri həll etmirsiniz. Çünki biz hələ bu dəyişən sürətli hərəkətdən qrafikləri ayrıca keçəcək, nisbi sürəti və orta sürəti ayrıca keçəcək. Yəni yekunlaşmır. Artıq gələn dərsdən çevrəyə keçirik, elə bir şey yox. Narahat olmayın, qarşıdakı həftədə hələ bu dərs üzərində qalacaq ki, daha möhtəşəm, daha gözəl bir şəkildə bu mövzunu mənimsəyək ki, təməlimiz möhkəm atılsın. Belə, və burada bir neçə şeyi diqqətinizə çatdırmaq istəyirəm sizə, çünki biz bərabər yeyinləşən, bərabər yavaşlayan hərəkət haqqında danışdıq və onlar haqqında danışanda bunları demək lazımdır. Gəlin bir daha xatırlayaq. Deməli, siz bugün A bərabərdir V2V0 böl T düsturunu keçdiniz. Bu təcilin düsturudur. Siz bugün sürət üçün düsturu keçdiniz. V0 üstə gəl AT. Buna eyni zamanda sürət təmin edirik. Siz bugün zaman üçün deməli T bərabərdir V2V0 bölünsün A düsturuna keçdiniz. Siz bugün yol üçün qrafik düsturunu keçdiniz. V üstə gəl V0 böl 2 vur T deyə. Siz bugün
V0T üstə gəlsin AT kvadratı bölü 2 düsturunu keçdiniz. Siz bugün S bərabərdir V kvadratı çıxılsın V0 kvadratı bölü 2 A düsturunu keçdiniz. Çətin ola bilər uşaqlar. Uzun sizə yorucu görsənə bilər, amma nə etməniz lazımdır? Dəfələrlə yazaraq bunları öyrənməyiniz lazımdır. Dəfələrlə yazaraq heç kəs üçün asan olmur başlayanda. Dəfələrlə yazaraq öyrənməyiniz lazımdır ki, inşallah nəticəsində yaxşı bir şəkildə görəsiniz. İndi əsas məsələ nədir? Uşaqlar, siz bayaq yeyinləşən yavaşlayan şərtini öyrənmiş oldunuz. Bərabər yeyinləşən hərəkət deyəndə, mən üzrlü sayın bircə dəqiqə baxım. Qoşulan şagird sayımızda təəssüf ki, yenə də çox uşaq müxtəlif bəhanə gətirirlər. Nə olsun, şunlar özləri itirirlər. İndi uşaqlar, V üstə gəl V0 bölü 2 vur T, V0 T üstə gəl AT kvadrat bölü 2, V kvadrat çıxılsa V0 kvadratı bölü 2 A'dır. Yeyinləşən şərti nə idi? Yeyinləşən şərti o idi ki, V müsbətsə A da müsbət olmalıdır. V mənfisə A da mənfi olmalıdır. Yavaşlayan şərtində nə idi? Bərabər yavaşlayan şərtində. Bərabər yavaşlayan hərəkətlər. V müsbətsə A mənfi olmalıydı. V mənfidirsə A müsbət olmalıydı. Yəni biri müsbət, biri mənfi olanda yavaşlayan, hər ikisi də müsbət və yaxud da hər ikisi də mənfi olanda isə hərəkət yeyinləşən. Bu düsturlarda da keçərlidir. Məsələn, S bərabərdir V0T üstə gəl AT kvadrat bölü 2 normalda. Bu yeyinləşən hərəkəti üçündür. Əgər yavaşlayan hərəkətdən söhbət gedirsə, V müsbətsə, avtomatik olaraq A nə olmalı mənfi? Onda düsturunuz belə olur. Yəni, müəllim həmişə düstur belədir, yox. Bu yeyinləşəndədir uşaqlar. Bax, görürsünüz, V-də müsbətdir, A da müsbətdir. Bu yeyinləşən hərəkətdədir. Amma yavaşlayan hərəkətdə fikir verirsiniz, V müsbətdir burada. A-nı nə etdik? Mənfi. Əgər sən bilsən ki, yavaşlayan hərəkətdir, o zaman A-nı nə götürəcəksən? Belə götürəcəksən inşallah. Sonra uşaqlar, burada xüsusilə də, məsələn, sürət tənliyində də, yəni bura müsbət mənfi yazaq, siz artıq müsbəti bilirsiniz ki, yeyinləşən hərəkətdə, mənfi isə yavaşlayan hərəkətdə bu şəkildə olacaq. Eyni zamanda sürət tənliyi V0 üstəgəl AT-dir. Bu nə zaman keçərlidir? Yeyinləşən hərəkəti üçün. Yeyinləşən hərəkəti üçün. Yavaşlayan hərəkətdə V0 çıx AT olacaq. Çünki burada V0 müsbətsə A-nı olmalı, mənfi olmalı. Bunu unutmayın. Baxın uşaqlar, müsbət olanda hər ikisi müsbət olanda. Yeyinləşən hərəkətə aid. Biri müsbət, biri mənfi olanda yavaşlayan hərəkətə aid. Bu belə. Sonra uşaqlar, bir də bu düsturda, yadınızda saxlayın ki, bu düsturda uşaqlar, bu düsturu indi deyib başınızı qarşılamaq istəmirəm, bu düsturla bağlı xüsusi bir qeydim olacaq. Onda da yavaşlayan, yeyinləşən şəklə bağlı. Hələ deyib qeydinizi qarşılamaq istəmirəm. Hələ ki, bu iki düsturu bilin. Yəni, burada müsbət mənfi olanda, müsbət olanda yeyinləşən hərəkəti üçündür, mənfi olanda yavaşlayan üçün. Sürət tənliyində eyni şəkildə müsbət olanda yeyinləşən hərəkəti üçündür, mənfi olanda yavaşlayan hərəkəti üçündür. Yenə deyirəm, birinci bölmədə kifayət qədər 100-ün üzərində çalışma var. Siz onların hamısını yazmırsınız. Sadəcə birincidən başlayırsınız. Nəyi yaza bilirsinizsə yazırsınız inşallah. Çünki gələn səfər bizim dərsimiz daha çox testlər üzərində olacaq. Bugün sizə sadəcə olaraq nəzəriyyəni keçdim. Həm 6-cı gün, həm də gələn həftənin birinci günü mən açacağım test bankını. Bir-bir o testləri mən özüm həll edəcəm. O testlər sizə ilk başlayanda çətin gələ bilər. Əsas sizdən qayəm, tələbim nədir, uşaqlar, gözləntim nədir? Ekranda gördüyünüz bu düsturları, sürətin, təcilin, yolun, yerdəyişmənin bu üç düsturunu yaxşı bir şəkildə öyrənmək və imkan daxilində birdən başlayaraq imkan daxilində yaza bildiyinizi yazmaq. Bəzi enerji sayına gedilən yol düsturudur, qrafik düsturlarıdır, koordinat tənliyidir. Bax, bunlar haqqında bugün danışmadım. İnşallah bunları gələn səfər sizə çatdırmış olacağım ki, gələn səfər bacardığımız qədər dərsi yekunlaşdırmağa çalışacaq daha çox testlər üzərində. Belə. İmkan daxilində sizin mənimsənizdən asılı olaraq dərsin sayını əlbəttə ki, burnunuzda qalma sayınızı biraz artıra bilərəm. Amma ki, ümid edirəm, hər şey aydın olacaq və artırmağa ehtiyac olmayacaq. Belə, sualınız yoxsa yekunlaşdıraq uşaqlar? Sualınız var?
Mənim evə düz xətti bərabər təcili hərəkət verdiniz də testi. Aha, bəli, dediyim kimi baxın şagirdlər. Biz artıq bunu yazdıq. Təcildən danışdıq. Bunun suallarını yazdıq. Mən seçib vermək istəmirəm. Məsələn, siz yaza bildiklərinizi yazacaqsınız. Məsələn, təcilin modulunu tapın. Siz artıq bilirsiniz ki, təcil nəyə bərabərdir? V çıx V0 böl T-yə. Yəni, siz bilirsiniz ki, başlanğıc sürət V0 0. Son sürət 0,5. T də burada nədir? 5-dir. 0,5 çıx 0 bölünsün nə? 5 yazacaqsınız. 0,5-i 5-ə böləndə 0,1 olmuş olacaq. Belə. Yaza bildiklərinizi əlbəttə yazın. Amma ki, sırf qrafiklə bağlı olan çalışmalar var. Qrafiki soruşur. Onları yazmayın. Çünki qrafiklərdən bugün danışmadık. Aydındır uşaqlar. Aynen. Mən bir sual vermək istəyirəm. Necə? Mən bir sual vermək istəyirəm. Buyurun. Biz inşallah informatikadan dərs açamayacaq bizdə. Onlayn dərslər. Deyəsən Əmrayev Ayan idisi elə? Hə? Bəli. Ha, inşallah o dərslərimizi qarşıdakı həftə deyəcəm. Onu dəqiq deyə bilmirəm hal-hazırda. Amma qarşıdakı həftə bu barədə məlumat verəcəm. Ola bilər ki, elə qarşıdakı həftədən başlayaq inşallah. Hansı bir problem olmasın. Belə, başqa sualınız uşaqlar yoxdursa, mən dərsi yekunlaşdırım. Gecəniz belə qalsın uşaqlar. Sağ olun. Sağ olun. Sağ olun.